Salam əziz izləyicilər, bu günləri mən sizlərə OTK-nın 25 yanvar 2026-cı ildə keçirilmiş 10-cu siniflər üçün sınavın izahını verəcəm. Başlayaq birinci sualda. Yazılıb ki, A üstəgəl B-nin kvadratı çıx 24 bərabərdir A üstə A kvadrat üstə B kvadrat olarsa AB hasilini tap. Uşaqlar, bu müxtəsər umma düsturudur. A üstə B-nin kvadratını açanda A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat kimi aça bilərik. Bərabərdir. Çıx 24 təbii ki, çıx 24 bərabərdir A kvadrat üstə B kvadrat. Sol tərəfdə A kvadrat B kvadrat var, sağ tərəfdə də. Bunları islah edək. Qalacaq nə? 2AB mənfi 24 atıram bu tərəfə olur, müsbət 24. Hər tərəfi 2-yə bölsəm, AB hasil olacaq 12, yəni A variantı. Keçirik növbəti suala. 32-ci sual. Deyir, kəsişməsi boş çoxluq olan A və B çoxluqları üçün A ilə B-nin birləşməsinin sayını A-nın və B-nin sayları cəminə böl. Yadda saxlayın. Əgər kəsişmə boş çoxluqsa, yəni bunlar kəsişmirsə, bunlar bir-birindən fərqli çoxluqlardır. Onda onların elə elementlərinin cəmi onların birləşməsinə bərabərdir. Onda bunlar bir-birinə bərabər deyənə onların nisbəti də olacaq 1. Növbəti suala baxırıq. 33-cü sual. Deyir, A qram duzu 4A qram su ilə qarşılasaq neçə faizli məhlul alınır? Biz də bilirik ki, məhlulun faizini tapmaq üçün deməli duzu bölürük məhlula, vururuq 100%. İndi bizdə duz A qramdır yazırıq. A bölünsün. Məhlulumuz isə duz və suyun cəmidir. Yəni A üstə 4A eləyir 5A. Bunu da vururuq 100-ə. A'lar ixtisar gedir. 100-dən də 5 gedir. Cavab olur 20%. Növbəti suala baxırıq. 34-cü sual. 5 çıx x böl x kvadrat çıx 25 üstə gəl 2x üstə 11 böl x üstə 5. Uşaqlar, bunu sadələşdirmək üçün birinci bu müxtəsər düsturu bilmək lazımdır. Bu x çıx 5 x üstə 5-dir. Mən bunu x çıx 5 x üstə 5 kimi atsam, bu 5 çıx x ilə x çıx 5 ixtisar aparım, amma bir şərtlə. Mənfi 1 yazıram, çünki bir-birinin əksidir. Olur deməli nə? Mənfi 1 böl x üstə 5 üstə gəl 2x üstə 11 böl x üstə 5. İndi burada yuxarı hissəni artıq silək. Buranı silirəm. Burada nə edəcək? Ortaq məxrəci gətirsəm bunu, onu da yuxarıda yazıram. X üstə 5-ə gətirsək. Mənfi 1 üstə gəl 2x üstə 11 olacaq. Bunu da sadələşdirsək 2x üstə 10 böl x üstə 5. Burada 2-ni çıxarsam mərtəzə xarici nə olacaq? Deməli, x üstə 5 böl x üstə 5. X üstə 5-lər ixtisar getsə cavab olacaq 2, yəni B variantı. 35-ci suala baxırıq uşaqlar. Deyir, ədədin tam hissəsini tap. Əvvəlcə bu həm irrasional ədəddir, həm də mənfi ədəddir. Burada ehtiyatlı olmaq lazımdır. Birinci növbədə bu mənfiyə dəymək olmaz, mənfini içəri atmaq olmaz. 7-ni birinci içəri atırıq. Çox uşaqlar burada nə səhv eləyir? Tam hissə deyəndə mənfi 7-ni götürüb yazırlar. Olmaz. Mənfini saxlayırıq, 7-ni içəri atırıq, yəni kvadratı yüksəldirik, içəridəki 2-yə vururuq. Olur, deməli 49 vur 2. O da eləyir, mənfiyə dəymirik, 98. Və buradan təqribən kök çıxarırıq, mənfiyə dəyməmək şərti ilə. 98 bilirik ki, 10-un və 9-un kvadratının arasında bir ədəddir. Haradasa 9 tam neçəsə çıxardırıq. Deyək ki, 9 tam 13. Mənfilərin də tam hissəsini tapanda bunu bir vayda artırıb qabağına mənfi yazırıq. Yəni bir vayda azaldırıq. Onda mənfi 9 13-ün tam hissəsi olur mənfi 10, yəni Y variantı. 36-cı suala baxırıq. A mənfi bir ədəddir və belə bir irrasional ifadə verilib. Bizdən istəyir ki, bunu sadələşdirir. Biz də bilməliyik ki, cüt dərəcə köklərin modulu da çıxır, tək dərəcələr olduğu kimi çıxır. Onda biz A kvartının modulu da çıxardacağıq. Tək dərəcəni elə A kimi çıxardacağıq. Eyni dərəcələr ixtisar gedir. Yenə bunun modulu da A çıxaracağıq. Bunu A, bunu modula və bunu A. Burada A mənfi olduğuna görə modulu açanda qabağına mənfi atılır. Olur mənfi A üstə A, yenə mənfi A. Böl A, mənfi A və A. Bunlar islah olundu. Bunlar da islah olundu. Qaldı nə? Qaldı mənfi A böl A. Onlar da ixtisar getsə cavab mənfi 1, yəni B variantı. Növbəti suala baxırıq. 37-ci sual. Deyir, AOB nöqtələri eyni düz xətt üzərindədir. AOC-nin
BOC nisbəti 3-ün 2-yədir. Yəni bura 3K-dır deyək ki, bura 2K-dır. Biz də bilirik ki, bu açıq bucaqdır. Açıq bucaqda 180 dərəcə olur. 5K 180 dərəcədir. 180-i 5-ə bölürük, K olur 36. Bizdən AOC-ni istəyir. O da 3K olduğuna görə 3-ü 36-ya vuranda 108 dərəcə, yəni A variantı. Keçirik növbəti suala. 38-ci sual. Deməli, deyir ki, iti bucaqlarından biri 30 dərəcə olan düzbucaqlı üç bucağın hipotenuzuna çəkilən median. Biz də bilirik ki, düzbucaqlı üç bucaqda hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Median 6-dırsa hipotenuz 12-dir. Və iti bucaq deyək ki, burada 30 dərəcədir. Biz də bilirik ki, düzbucaqlı üç bucaqda 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda 30-un qarşısı olacaq 6. Burada 60 dərəcədir. 60-ın qarşısı digər katetin kök 3 mislidir, yəni 6 kök 3. Bizdən kiçik katet istəyir, yəni kiçik katet 6-dır, yəni C variantı. Keçirik növbəti suala, yəni 39-cu suala. Düzgün 12 bucaqlının bir xarici bucağını istəyir. Xarici bucağı tapmaq üçün belə bir düsturumuz var, çox bucaqda 360 bölün. N burada tərəflərin sayıdır. 12 bucaq dediyinə görə 360-ı 12-yə bölürük. Cavab olur 30 dərəcə, yəni 30 dərəcəli bucaq istəyir, 30 dərəcə A variantı. Belə. Növbəti suala baxırıq. Bu da maraqlı bir sualdır. Bunu sistem təlindən eləyəcəm. A ilə B-nin cəmini istəyir. Uşaqlar, gəlin bunları alt-alta toplayaq. Baxın, bununla bu islah olunacaq. Eyni şeydir, bir-birinin əksidir. Bununla bu gedəcək, bununla bu gedəcək, bununla bu gedəcək. Qalacaq nə? A üstə B bərabərdir 1 böl 3 vur 4 və üstə gəl 1 böl 8 vur 9. Bunlara ortaq məxrəc nə tapacağıq? Baxın, 3 ilə 9-a ortaq 9-dur. 8 ilə 4-ə də 8-dir. Ortaq bunu götürə bilərik. Bu ifadəni bu ifadəyə böləndə 9-u 3-ə böləndə 3 qalar. 8-i 4-ə böləndə 2 qalar. Yəni 6. 6-ı da 1-ə vururam 6. Üstə gəl. Bunu buna böləndə 1 qalar. Bunu da hesablasaq 72-də 7, yəni D variantı. Növbəti sual 41-ci sualdır. Viet teoreminə aid bir sualdır. Bizə deyir ki, Q parametrinin hansı qiymətində belə bir kvadrat tənliyi verib, deyir köklər fərqi 8-dir. Biz əvvəlcə bilməliyik ki, köklər cəmi mənfi P, yəni bunun əksinə bərabərdir, yəni 4-ə bərabərdir. Köklər fərqinə deyir 8 vermişəm sənə. Bunu sistem tənliyi eləsək, bunlar ixtisara gələcək, qalacaq 2 dənə x1, 12, x1 olur 6. x1-i tapdıqsa, aparıb yerinə qoysaq, x2 olacaq mənfi 2. Və biz bilirik ki, köklər hasili burada Q-ya bərabərdir. Kökün birini tapmışıq deməli. Mənfi 2, birində 6. Onların hasili olacaq mənfi 12, yəni Y variantı. Keçirik 42-ci suala. Sıfırdan fərqli A və B həqiqi ədədləri üçün belə bir nisbət verilib. Bizə istəyir 2A böl 3B nisbətini tapıb. Biz demişik ki, uşaqlara qısa olaraq belə deyək də. Əgər belə bir nisbət verilibsə, biz elə A-ya 2K, B-yə 3K deyə bilərik. Və aparıb yerinə qoysaq, A-ya 2K, B-yə 3K deyirik. Aparıb yerinə qoysaq, 2 vur 2K böl 3 vur 3K. K-lar ixtisara gedəcək. Cavab 9-da 4 olacaq, yəni C variantı. Növbəti suala baxırıq, 43-cü suala. Əkob verilib, bir də əbob verilib, onlara nisbətini istəyir. Biz də bilirik ki, uşaqlar, əkob, bunların içləri eynidir, düzdürmü? Əkob bu A-dır, elə bilin ki, bu A-dır, bu da B-dir. Əkob AB böl əbob AB bizə ortaq olmayan vurğuların hasilini, yəni C-ni verir. Yəni bu ifadədə ortaq olmayan vurğuların hasilini tapırıq. Yəni 2 üstü 5 və 3 üstü 7, bu deyək ki, A-dır. Bir də deyək ki, B-miz 2 üstü 7 və 3 üstü 9-dur. Uşaqlar, burada 5-dən 2 var, burada 7-dən 2. Deməli, bunun 5-i ortaqdır, neçəsi ortaq deyil? 2 dənəsi. 2 üstü 2. Vur. 7-dən 3 burada var, 9 dənə burada. Deməli, ikisi ortaq deyil. Bunların da hasılı olacaq. 4 dəfə 9-undan 36 demək. Növbəti suala baxırıq, 44-cü sual. Bir ABC üçbucağında BD CD-yə bərabərdir. Baxın, BD CD-yə bərabərdir. Yəni, burada bir bərabər yanlı üçbucağı var. ABD 60-dır. ABD bura 60 dərəcədir. Və bizə deyir ki, BAC də 50-dir. BAC də buradır 50 dərəcədir. Biz belə bir qayda bilirik ki, üçbucaqda hər hansısa xarici bucaq, yəni söhbət ABD üçbucağından gedir. Özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Onda bu üçbucaq, bunu biraz bura böyük çəkim. Bax, bu bucaq, bura D-dir, bura B-dir, burası. Bu bucaq, bu bucaq. Bu 60 ilə 50-nin cəmidir, yəni 110 dərəcədir. Axı, bu bərabər yanlı idi, bayaq özü demişdi. Onda oturacağa bitişik bucaqlar bir-birinə bərabərdir. 180-dan 110 çıxıb 2-yə bölsək, olacaq 35-35. Bunlar tapıldı. Yəni, burada 35-dir,
Burada 35'dir. Bizdən istəyir ASB bucağını. ASB ilə tapdıq, cavab 35 dərəcə oldu. Növbəti sual 45-ci sual. Sistem tənliyi və maraqlı bir sualdır. Burada nə edəcək uşaqlar? Deməli, birinci bu müxtəsərdir, mən oradan elə görürəm. Bunu əvəz etmə eləmək olar, biraz uzun gedəcək. İstəmirəm əvəz etməyi. Bunu müxtəsər kimi açıram. 5x çıx 6y, 5x üstə 6y yazıram müxtəsər kimi. Bərabərdir 60. Bunu da hər tərəfini 5-ə vururam. Niyə 5-ə vururam? 5x-lar var burada ona görə. Kəsrdən həm də qurtuluram. Olur 5x üstə gəl 6y bərabərdir 15. 5x üstə 6y aparıb burada yerinə qoyuram. Olur 5x çıx 6y vur 15. Deməli, bərabərdir 60-a. Bunlar ixtisar getsə, buradan alınır 5x çıx 6y bərabərdir 4-ə. Bizdən onu istəyir, cavab 4. Növbəti sual 46-cı sualdır. Deyir ki, daxilinə çevrə çəkilmiş trapeziyanın. Aha, biz bilməliyik ki, əgər çevrənin trapeziyanın deməli daxilində çevrə varsa, yəni bu trapeziya hər hansı bir dördbucaqlı da ola bilər, fərqi yoxdur. Dördbucaqlının daxilində çevrə varsa, belə bir qaydamız var. Deyək ki, bu müxtəlif tərəfli bir dördbucaqlıdır, qabarıq dördbucaqlı. Bunun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalı. Bu bizim qaydamızdır. Aha, bir də deyir, trapeziyanın orta xətti 8-dir. Deyək ki, orta xəttdə buradır, bura 8-dir. Və biz də bilirik ki, orta xətt oturacaqların cəminin yarısıdır. Yəni, A üstə B bölü 2 8-dir. Buradan A üstə B bizdə 16-dır. Əgər A üstə B 16-dırsa, C üstə D də 16-dır. Perimetrdə hamısının cəmi daxil. 16, 16, cavab 32 olur. Növbəti sual 47-ci sualdır. Kökaltı mövzusudur. Bunu ortaq məxrəc eləyə bilərik, irrasionaldan azad eləyə bilərik. Mən irrasionaldan azad eləmək istəyirəm. Birinci kök 5 çıx 2, bir də kök 5 2 deyil. Hər tərəfi vururam məxrəcin qoşmasına. Yəni, kök 5 çıx 2-yə. Bunu da vururam kök 5 çıx 2-yə. Aha, buna dəymir. Bərabərdir. Bu müxtəsər vurma düsturuda A kvadrat çıx B kvadratdan 1 olur məxrəc. Onu yazmıram. Yuxarıda A çıx B-nin kvadratı olur. Yəni, kök 5 çıx 2-nin kvadratı üstə gəl 4 dənə kök 5. Bunu müxtəsər kimi açıram. Birincinin kvadratı çıx bir-birinə vurub 2-yə vururam. Üstə gəl ikincinin kvadratı, buna da dəymir. Bunlar islah olunur, cavab 9 edir. 48-ci suala baxırıq. Deməli, deyir, qrupda olan 5 şagirdin boylarının, uzunluqlarının ədədi ortası 170-dir. Qrupdan bir şagird ayrılarsa, qalan şagirdlərin boylarının ədədi ortasının uzunluqlarının ədədi ortası 171-dirsə, qrupdan ayrılan şagirdin boyunu tap. Biz bilirik ki, ədədi orta, deməli, ədədlərin cəminin onların sayına nisbətinə bərabərdir. Bizdə 5 dənə şagird var və ədədi orta 170-dirsə, biz bu 5 nəfərin boylarının cəmini tapmaq üçün 5-i vuracağıq 170-ə. Böyle ki, 5 nəfərin boylarının cəmidir. O da eləyəcək 850. Düzdürmü? 850. Bizə deyir ki, bir nəfər ayrıldı. Artıq 5 nəfər deyildir ki, 4 nəfərdir. Bu zaman oldu 171. Onda 4 nəfər də olacaq. 4 vur 171. 171. O neçə olacaq? 4'ü 171'ə vursaq, eləcə 4, 684. Aha. Ayrılan adamı tapmaq üçün bunlar bir-birindən çıxmalısan. 850 çıx 684. O da eləcək 6, 6, 1. 166 santimetr. Növbəti suala baxırıq 49-a. Deyir, Könül Fatimədən 3 yaş böyükdür. Könül Fatimə. Onda biz Fatiməyə x, Könülə x üstə 3 yazmalıyıq ki, Könül böyükdür. Könül 3 il əvvəl, Fatimə 3 il sonra anadan olsaydı. Bax, çox uşaq burada nəyə səhv edir? 3 il əvvəl deyil, götürür 3 çıxır. 3 il əvvəl doğulmaq o deməkdir ki, yəni daha böyük olsaydı. 3 il əvvəl doğulsa, bunun deməli, yaşı olacaq 3 il əvvəl olsa. Yaşı olacaq x üstə 6, daha da böyük olacaq. Fatimə 3 il sonra doğulsa, Fatimə də 3 il sonra da olsa, daha da balaca olacaq. Deməli, yaşı olacaq nə? X çıx 3. Düzdürmü? Deyir, belə olsaydı, bu, bundan 2 dəfə çox olardı. Deməli, bizdə balaca olan budur da onda. Yəni, balacanı biz 2-yə vuraq ki, böyüyə bərabər olsun da. Ya da böyüyü 2-yə vuraq ki, balacaya bərabər olsun. Fərqi yoxdur. Vuraq açaq. Bunu vurub açaq olacaq. 2x çıx 6 bərabərdir. X üstə 6. Buradan x-i bu tərəfə, ədədi bu tərəfə açaq. X olacaq 12. X-i tapdıq.
Bizə deyir könlün indiki yaşını tap. Könlün indiki yaşı x üstə 3 olduğuna görə yerinə qoysaq cavab olacaq, yekun cavab 15. Keçirik 50-ci suala. Euler-Venn diaqramı verilib. Deyir ki, bu diaqramda A çoxluğunda bu, B çoxluğunda da çox ədədlərin vurğuları verilib. Bizə P2 böl B üstə C nisbətini istəyir. Biz bilməliyik ki, çox ədədinin vurğuları verilibsə, bu çox ədədini tapmaq üçün o vurğuları bir-birinə vurmaq lazımdır. Yəni, bunu buna vuranda A alınır. Vurub atsaq olacaq x kvadrat çıx 2x üstə x çıx 2. Biraz sadələşdirsə x kvadrat çıx x çıx 2 olacaq. Eyni məntiqlə B-ni yazsaq olacaq x çıx 2 vur x üstə 3. Bu da olacaq x kvadrat üstə 3x çıx 2x çıx 6. Bunu da sadələşdirsəm olacaq x kvadrat deməli üstə gəl x çıx 6. Bu belə. Baxın, bu A çox ədlisidir. Bu B çox ədlisidir. İndi A çox ədlisinə baxırıq ki, yazılır x kvadrat üstə bx üstə c. Bu bərabər olmalıdır x kvadrat çıx x çıx 2-yə. Burada nəyə fikir veririk? X kvadratlar onsuz da eynidir, əmsalları da eynidir. X-in əmsalı burada B-dir. Burada görsənməyən bir mənfi 1 var da. Deməli, B mənfi 1-dir. C də sərbəst həddir, yəni mənfi 2-dir. B ilə C tapıldı. İndi eyni məntiqlə bunu yazsaq, olacaq x kvadrat üstə gəl x çıx 6 bərabərdir. X kvadrat üstə gəl px üstə gəl q. Buradan da görürük ki, burada əmsal P-dir, burada 1-dir, deməli P 1-dir. Sərbəst həddə Q-dur, mənfi 6-dır. Hər bir şey tapıldı. Yuxarı hissəni silmək istəyirəm. Buraları silirəm. Aha. İndi nə edirik? Yazıb P vur Q. P-miz 1-dir, Q-muz mənfi 6-dır. Bölürük B üstə C-yə, yəni mənfi 1 üstə mənfi 2-yə. Bu mənfi 6 eləyir. Bu da mənfi 3 eləyir. İxtisar getsə cavab 2 olur. Deməli, deyir, diaqonallarının sayı 20 olan düzgün çoxbucaqlının bir daxili bucağını tap. Biz bilirik ki, diaqonal sayı düsturu n vur, n çıx 3 böl 2-dir. Və bunu bizə 20 verir. Uşaq götürür, n-ə 20 qoyur, n tərəfin sayıdır. Bunu çarpaz vursaq, n vur, n çıx 3 bərabərdir 40. Əslində bunu vurub açıb diskriminant və yaxud da viyyət eləmək olar. Mən rahatçılıq olsun deyənə, vaxt getməsin deyənə deyirəm ki, burada elə də fikirləşsən ki, onlar bir-birindən 3 faiz böyük olsun və cavab 40 eləsin. Bu da 5 və 8 ədədir. Yəni biz n-ə 8 qoysaq, cavabı tapmış oluruq. Deməli, bu 8 tərəfli bir fiqurdur. Bir daxili bucağın düsturu da budur. Alfa bərabərdir 180 vur, n çıx 2 böl n. Aparıb yerinə qoysaq 180 vur, 8 çıx 2 6-dır. Bölürəm təzədən 8-ə. İxtisarımı aparıram, buraları 4-ə bölürəm. Burada 2 qalır, burada qalır 45. 6-nı da 2-yə bölürəm 3. 3-ü də 45-ə vururam, cavab olur 135 dərəcə. Növbəti suala baxırıq. Deyir, qutuda 4 dənə sarı var. 4 dənə sarı, 5 dənə qara və bir neçə ağ kürə var. Yəni, x dənə deyək ki, ağ kürə var. Və bizə deyir ki, qutuda olan ağ və qara kürələrin birlikdə sayı. Ağla qaranı birlikdə deyilsə, ağla qaranı toplayırıq, olur x üstə 5. Bütün kürələrin sayının, bütün kürələr də bizdə 9 üstə x-dir. Bunun 0,75 hissəsi, o da 4-də 3 deməkdir. 0,75 hissəsi. Buradan çarpaz vursam olacaq 4x üstə 20 bərabərdir 27 üstə 3x. X-i sola atsam, x eləyəcək, bunu tərəf atsam 7. X oldu 7. Bizə də ağ kürələr istəyir, cavab 7 olur. Növbəti sual deyir ki, mərkəzi o nöqtəsi olan çevrədə AOB 60-dır, yəni bura 60 dərəcədir. Biz də bilirik, radiuslar bir-birinə bərabərdir. Əgər mərkəzi bucaqda 60-dırsa, demək burada 60 düşür, burada 60 düşür. Yəni bu üç bucaq 60-60-60 oldu. Yəni bərabər tərəfli üç bucaq oldu, düzgün üç bucaq oldu. Aha, perimetrdə 36-dırsa hər tərəfinə düşür 12-12-12. 12-12-12. Bizə deyir, A-ində qövsünün uzunluğu. Qövsünün uzunluğu düsturda belədir də. L qövs bərabərdir pi vur, r vur, alfa böl 180 dərəcə. Burada alfa mərkəzi bucaqdır, r radiusdur. Yerinə qoysaq pi vur, radiusu 12 tapdıq. Mərkəzi bucağımız 60 dərəcədir, böl 180. Bunu ixtisar aparsaq olacaq 4 pi. 54-cü çalışmaya baxırıq. Bərabər yanlı ABC bucağında deməli, AC oturacaq üzərində
K nöqtəsi götürülüb. Və AB və BC-nin üstündə isə uyğun olaraq D və Y nöqtələrinə KD və KY perpendikulyarları çəkilib. Yəni burada 90-90 çəkilib. Düzdürmü? Bizə deyir ki, DKY 60-dır. DKY. Bura 60 dərəcədir. Bura 60-dırsa, bura 90-90-dırsa, dördbucağlının daxili bucaqların cəmindən bura olacaq 120 dərəcə. Onda bərabər yanlıdırsa, burada 30 dərəcə düşür, burada 30 dərəcə düşür. Aha. Sonra deyir ki, KD üstə KY 8-dir. Bu bərabər yanlıdır və eyni yerdən götürülüb. Ona görə KD ilə KY-nin cəmi 8 isə, deməli, KD-də 4 düşür. Burada 4 düşür. Və burada bir düzbucaqlı üçbucaq var. Düzbucaqlı üçbucaqda 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Ona görə hipotenuz burada AK-dır, olacaq 8, burada 8. Bizdən də AC tərəfini istəyir, olacaq 16. Və nəhayət sonuncu suala baxırıq. Həsən maaşının 20%-ni kommunal xərclərə, yazıram 20%-i kommunal xərclərə, 25%-ni nəqliyyata və qalan hissəsini 100%-dən də bunu çıxsaq 55% qalır. 55%-ni verir nəyə? Qida və digər ehtiyaclara. Aha. Deyir ki, kommunal xərclər, qida və digər ehtiyaclara olan xərci, qida və, yəni bu 55% kommunaldan 560 manat çoxdur. Bax, bu digər olan kommunaldan, yəni 20%-dən nə qədər çoxdur? 560. Yəni bunların fərqi eləyir 35%. 35% 560-a bərabərdir, onu demək istəyir. Bizdən aylıq maaşını istəyir, maaş da 100%-dir. 3x. Buradan çarpaz vursam, deməli 560 vur 100 böl 35. Bunları 7-yə bölsəm, 5-ə bölsəm, burada qalacaq 7, burada qalacaq deməli 280. 280 da buna bölünür 40. 40-ı da 100-ə vurdum, cavab 4000 manat. Bu qədər.